Hər insan doğulduğu, boya-başa çatdığı yerləri öz vətəni olaraq qəbul edir. Tarix boyu insanlar vətənlərini qorumuş, vətənləri üçün canlarından keçmişlər. İkinci Qarabağ müharibəsi zamanı da igidlərimiz Azərbaycanımızın bütövlüyü uğrunda canlarını qurban verdilər. Onların arasında şəhidlik zirvəsinə yüksələnlər də Vətən müharibəsi əlili adını qazananlar da oldu. Vətəni üçün xidmət edib, Vətən müharibəsi əlili adını qazanan igidlərimizdən biri də Quluyev Rövşən Fərhadoğludur. Rövşən 1997-ci il mart ayının 23-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuşdur. Füzuli rayonu 2 saylı tam orta məktəbində təhsil həyatına başlayan Rövşən hələ uşaq vaxtlarından hərbiçi olacağı qərarını vermişdi. Orta təhsilini bitirib hərbi xidmətə yola düşəndən sonra hərbiçi olmaq istəyi daha da artır. Hərbi formanı geyinən Rövşən o formanı bir daha çıxartmaq istəmir. Hərbi xidmətdən qayıtdıqdan sonra müvafiq kursları keçərək müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdır. İkinci Qarabağ müharibəsinin ilk günlərindən cəbhəyə atılan Rövşən əfsanəvi döyüş yolu keçir. İgidimiz Qubadlının, Füzulinin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə aktiv iştirak edib. Sentyabrın 29-da erməni postunu alarkən qəlpə yarası alan Rövşən döyüş yoldaşlarının köməyi ilə sağ qalır. Erməni postunda 40 dəqiqə düşmənin atəşindən gizləndiyindən sonra Rövşən hospitala göndərilir. Yaralansa da döyüş yoldaşlarını tək buraxmaq istəməyən Rövşən yenidən döyüş meydanına qayıdır və oktyabrın 22-sində Qubadlı rayonunda yenidən yaralanır. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə Füzulinin, Qubadlının, Şuşanın azad olunmasına görə medallarıyla təltif edilir. İgidimiz ailəlidir, bir qız və bir oğlan övladı var.